Hə, gəldik çatdıq want və would like mövzusuna. Bu arada möhtəşəm gedirsiniz. Artıq demək olar ki, A2 səviyyəsini bitiririk. Bura qədər gəlib çatmısınızsa, halal olsun. Əgər sıfırdan başlamışdınızsa və yaxud da A1-dən başlamışdınızsa. Amma bu mövzuları bilirsinizsə, bütün videolarda dediyim kimi imtahanını verib keçə bilərsiniz. Əgər bilmirsinizsə, lütfən diqqətli şəkildə qulaq asasınız. Want bir şeyi istəməkdir. Və biz əvvəlki mövzuda demişdik ki, want-dan sonra bir feil gələndə, hərəkət gələndə onu to ilə istifadə edirik. Bu demək deyil ki, nə gəlsə to ilə istifadə edəcəyik. Məsələn, heç hərəkət yox, gələ bilər çay. I want tea. Çay istəyirəm. Amma hansısa bir hərəkəti istəsəm, deyəcəm I want to go. I want to do something. Yəni to ilə deyəcəm onu. Çünki niyə? Bax deyirik ki, mən getmək istəyirəm. Bax, getmək. Burada məsdər formasındadır. Mən nə istəyirəm? Getməyi, getmək istəyirəm. Ona görə I want to go deyirik. Ya da məsələn, mən kompüter istəyirəm. I want computer deyəcəyik. Would like da want-un biraz daha mədəni formasıdır. Yəni, bir qonaqlığa getmişsiniz. Orada I want tea desəz qəribə olar. Çay istəyirəm. Bir də var ki, I would like tea. Yəni, çay istəyərdim. Yəni, mən çay xoşlayardım, çay seçərdim, əgər mənə təklif eləsəydiniz şəklində bir qarşılığı var Azərbaycan dilində. Yəni, mədəni formada bir şey istəmək üçün I would like something, nəsə bir şey deyəcəksiniz. Amma net şəkildə bir şey istəyirsiniz. Deyirsiniz ki, məsələn, I want to learn English, I want to learn English. Burada want to da qısa şəkildə one olacaq, ona gələcəyik hələ. I want to learn English. Mən ingilisini öyrənmək istəyirəm. I would like to learn English o deməkdir ki, mən istəyərdim ingilisini öyrənim. Biraz belə o adamlar gəlib buralara çata bilməyiblər. Onlar A1-də bəlkə də qırılıb qalıblar. Deməli, bu da bu qədər bəsit bir mövzudur. Amma dilimizə həkk olunması gərəkən əsas mövzulardan biridir. Çünki gələcəkdə bunu çox istifadə edəcəyik. Lütfən sözləri, tekstləri, cümlələri yaxşı şəkildə praktik eləyin. Şəkilləri qəti şəkildə keçmirsiniz. Şəkilləri ciddi-ciddi oturun, praktik eləyin. Və növbəti dərsimiz yenə zamanlarla bağlıdır. Əlavə bir zaman öyrənəcəyik. Ona görə bunu yaxşı praktik eləyib keçin. Sabah artıq yeni zamanla qarşınızda olacağam. Özünüzə yaxşı baxın. Görüşərik.